18-ci tapşırıq yüklər sistemi hərəkətə başladıktan sonra 2 saniyə ərzində birinci cismin yer dəyişməsi modulunun tapılması tələb olunur. Bağlı sistemdir. Bu isə MJ düsturuna görə 40 Newton qüvvənin təsiri ilə, digər hissə isə 60 Newton qüvvənin təsiri ilə hərəkətə gəlir və 60 Newtonluq qüvvə istiqamətində hərəkət edir. Əvəzləyici qüvvəni tapmaq lazımdırsa, F əvəzləyici bərabərdir MA. Əvəzləyici iki qüvvənin fərqidir. 60 çıx 40, 20 bərabərdir. M ümumi nəzərə alınır, yəni 10 vurulsun A. A-mız 2 metr bölünsün saniyə kvadratı olur. Digər tərəfdən hazır düsturları tapa bilərsiniz. M1 çıx M2, M1 üstə gələk M2 vurulsun J və eyni cavabı alırıq. Sükunətdən başladığı üçün sistem başlanğıc sürəti 0 olur və hərəkət təcili olduğu üçün V0T üstə gələk 6 kvadratı bölü 2 düsturundan istifadə edirik. Bu isə 0 olur. A-nın yerinə 2 yazırıq. T-miz 2 saniyədir. Kvadratı 4 bölü 2. Nəticə olaraq 4 metr cavab almış oluruq.